Suraxanı rayonu Hövsan qəsəbəsi Dəniz yolu 43-cü Hövsan küçəsində təxminən 600 kvadrat metr ərazidə heç bir icazə sənədi təqdim edilmədən obyekt inşa edilir. Çəkiliş zamanı tikinti aparan şəxslərdən icazə sənədi soruşduqda sənəd bizdə olmur, icra hakimiyyətində olur cavabını verdilər. Lakin tikinti yerində hər hansı təsdiq edici sənəd nümayiş etdirilmədi. Bu ərazidə qanunsuz tikinti iddiaları ilə bağlı indiyədək 20-dən çox media qurumu çəkiliş aparıb. Press xəbər olaraq biz də əvvəllər Hövsan qəsəbəsində bir neçə qanunsuz tikinti faktını işıqlandırmış, Suraxanı rayon icra hakimiyyətinə sorğu ünvanlamışdıq. Bizə tədbir görüləcək cavabı verilsə də sonradan heç bir nəticə müşahidə olunmadı. Mətbuatda yayılan məlumatlara görə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevə qanunsuz tikililərlə bağlı irad bildirilir. Buna baxmayaraq Hövsan qəsəbəsində yeni qanunsuz tikililərin davam etməsi aidiyyəti qurumların nəzarət mexanizminin effektivliyi ilə bağlı suallar yaradır. Ümid edirik ki, aidiyyəti dövlət qurumları bu tikintinin qanunsuzluğunu araşdıracaq, tikinti üçün bütün zəruri icazələrin olub-olmaması hüquqi qiymət veriləcək və qanun pozuntusu aşkar edilərsə müvafiq tədbir görüləcək. Sizinlə mən Nüsrət Sakitoğlu, Press xəbər.